Əgər biz İmami Şiəliyin əsasını qoymuş klassik kitablarını yazmış müəlliflərin və onların ideoloqlarının kimliyinə baxsaq, görərik ki, onların demək olar ki, hamısı İran mənşəli insanlar olmuşlar. İslamda irqçilik, millətçilik anlayışı yoxdur. Çox böyük əraziyə malik olan İran coğrafiyasından tarix boyu ədəbiyyat, fiqh, hədis, təfsir, tarix və s. İslam elmlərinin inkişafında əvəzsiz rol oynamış alimlər çıxmışdır. Təbii, bunlar arasında müxtəlif xalqların nümayəndələri olmuşdur. Lakin, tarixdən bildiyimiz kimi, farslar içərisində müsəlman cildində olmuş münafiqlər, gizli məcusi casusları, ərəblərə, türklərə, ümumən müsəlmanlara qarşı kin bəsləyən şubiyyə ideologiyası mənsubları və keçmiş inanclarını İslamla qarışdırıb onu insanlara təbliğ etmiş çox insanlar olmuşdur. İran coğrafiyasında insanların bir çoxu İslamı sonraki yüzilliklərdə, bir qismi Abbasilər, digər qismi hətta onlardan sonraki dövrlərdə qəbul etmişdi. Firqələr və məzhəblər tarixini oxuyan hər kəs şahid ola bilər ki, tarix boyu bütün batil firqə, təriqət və cərəyanların demək olar ki, hamısı Məcusi Sasani imperiyasının mərkəzi olmuş İran, İraq coğrafiyasından çıxmış, onların böyükləri, liderləri əsasən İranlılar olmuşdur. Qum şəhəri ilk dövrlərdən, xüsusən Hicri 3-cü əsrin sonlarından etibarən İmami Şiəliyin mərkəzi olmuşdu və əksər qədim İmami Şiə alimlər Qum, Rey kimi İran şəhərlərindən çıxmışdılar. Sasani imperiyasının mərkəzi və keçmiş ərazisi olmuş İraq ərazisi, Küfə bölgəsi və ətrafı, daha sonra Qum şəhəri hər zaman Şiəliyin mərkəzi sayılırdı. İstər Küfə, istərsə də Qum şəhərlərinin əksər əhalisi ta qədimdən bəri əsasən İranlılar idilər. Şiəliyin təməl inanc əsasları sayılan imamət, mehdilik, məsumluq, əhl-i-beyt soyu, siğə, mərsiyyə, aşura mərasimləri və s. tarixən İran-İraq coğrafiyasında mahiyyət etibarilə bu və ya digər formada, başqa adlar altında Məcusi dininin və farsların adətləri kimi mövcud idi. İslam bura gəldikdən bir neçə müddət sonra bu inanclar şiəlik, batinilik ideologiyası altında yeni adlar altında zuhur etdi. Köhnə inanclarında olanlar bu dəfə özlərini şiəlik adı altında təqdim etməyə başladılar. Çünki şiəlik, batini inanclar keçmiş Xürrəmi, Məzdəki, Məcusi, Manixeizm kimi qədim İran dinlərinin etiqadlarına bənziyirdi. Tədqiqatçı alim Məhmud Şakir, İmam Qəzali, Bağdadi kimi böyük alimlərə istinad edərək yazır. Onlar, yəni batinilər, belə qərara gəldilər ki, şiəlik yolu ilə İslamda olduqlarını göstərsinlər. Çünki şiəliyin qapısı genişdir və bu qapıdan İslamı dağıtmağa səy göstərən hər kəs daxil ola bilər. Beləcə bir-birinə məsləhət gördülər ki, insanlar arasında ən çox rafizilik məzhəbi üzərində özlərini şiə kimi qələmə versinlər. Baxmayaraq ki, batinilərin özləri də rafiziləri zəlalət əhli hesab edirlər. Sadəcə rafiziliyi ona görə seçdilər ki, rafizilər zəif və yalan rəvayətləri qəbul etməyə daha çox meyillidirlər. Ona görə də zahirdə özlərini şiəliyə nisbət edib gizlətdilər və beləcə məzhəblərinin zahiri rafizilik, batini isə xalis küfr oldu. Necə ki, buna bir çox alimlər şahidlik etmişlər. Beləliklə keçmiş Məcusi, batini, Xürrəmi, Məzdəki etiqadlarında olanlar artıq asanlıqla şiə oldular. Məhz ona görədir ki, demək olar ki, bütün şiə ideoloqları, alimləri İran mənşəli olmuş və bu coğrafiyadan çıxmışdılar. Biz aşağıda yalnız şiələrin təfsir, hədis, rical, kəlam, tarix sahələrində yazılmış ən mötəbər və qaynaq əsərləri haqqında qısa məlumat verəcəyik. İmami şiələrin ən mötəbər hesab olunan 8 hədis kitabı var ki, onlardan 4-ü qədim, 4-ü isə sonraki dövrlərdə yazılmışdı. 4 ən qədim hədis kitabının müəllifləri aşağıdakı 3 şəxsdir. Mühəmməd ibn Yaqub Əl-Kuleyni, Əl-Kafi kitabının müəllifi. Ölüm tarixi Hicri 329-cu il. Doğum yeri Rey, Tehran. Səduq ləkəbli İbn Babaveh Əl-Qummi, Mən lə yəhdaruhul fəqih kitabının müəllifi. Ölüm tarixi Hicri 381-ci il. Doğum yeri Qum, İran. Əbu Cəfər Ət-Tusi, Təhzib və İstisbar kitablarının müəllifi. Ölüm tarixi Hicri 460-cı il. Doğum yeri Məşhəd, İran.
Ən mötəbər şiə hədis kitabı hesab olunan Kafinin müəllifi olan Kuleyni haqqında tədqiqatçıların qeyd etdiyinə görə, onun rəvayət nəql etdiyi ravilərin 90%-i Qum və Rey şəhərlərindən idilər. Kuleyninin demək olar ki, bütün şeyxləri isə İranlı olmuşdur. Şiələrin daha sonraki, Səfəvilər dövründə yazılmış ən mötəbər 4 hədis kitabının müəllifləri isə bunlardır. Feyz Əl-Kəşani, ölüm tarixi miladi 1670-ci il, doğum yeri Kaşan, İran. Molla Baqir Əl-Məclisi, ölüm tarixi miladi 1699-cu il, doğum yeri İsfahan, İran. Nuri Təbərsi, ölüm tarixi miladi 1898-ci il, doğum yeri Mazandaran, İran. Hur Amili, ölüm tarixi miladi 1693-cü il, doğum yeri Livan, ölüm yeri Məşhəd. Məclisinin tələbəsi olmuşdur. Digər məşhur şiə hədis alimləri də bunlardır. İbn Qavlaveh Əl-Qummi, ölüm tarixi miladi 990-cı il, doğum yeri Qum. Mühəmməd Rey şəhri, ölüm tarixi 1890-cı il, doğum yeri Tehran. Nemətullah Əl-Cəzairi, ölüm tarixi miladi 1701-ci il, doğum yeri Şüştər, İran. İmami Şiəliyin klassik təfsir kitabları və müəllifləri onlardır. Əli ibn İbrahim Əl-Qummi, ölüm tarixi Hicri 329-cu il, Təfsir Əl-Qummi kitabının müəllifi, doğum yeri Qum. İbn Mühəmməd Əl-Əyyaşi Əs-Səmərqəndi, ölüm tarixi Hicri 331-ci il, Təfsir Əyyaşi kitabının müəllifi, doğum yeri Xorasan, İran. Əbu Cəfər Ət-Tusi, ölüm tarixi Hicri 460-cı il, Tibyan əsərinin müəllifi, doğum yeri Məşhəd. Şeyx Təbərsi, ölüm tarixi Hicri 549-cu il, Məcmu Əl-Bəyan kitabının müəllifi, doğum yeri Məşhəd. Təbətəbai, ölüm tarixi 1981-ci il, Mizan əsərinin müəllifi, doğum yeri Təbriz. Klassik şiə rical və tarix alimləri bunlardır. Əbu Amr Əl-Kəşşi, ölüm tarixi miladi 10-cu əsr, Rical Əl-Kəşşi kitabının müəllifi, doğum yeri Xorasan bölgəsi, İran. Əbu Cəfər Ət-Tusi, İxtiyari Mərifətur Rical əsərinin müəllifi, Məşhəd. Səd ibn Əbdullahi Əşari Əl-Bummi, ölüm tarixi Hicri 301-ci il, Əl-Məqalət vəl-Firaq kitabının müəllifi, doğum yeri Qum. İbn Musa Ən-Növbəxti, ölüm tarixi Hicri 311-ci il, Firaq-ı Şiə kitabının müəllifi, doğum yeri Bağdad, Fars mənşəli ailədən gəlir. Yaqubi, ölüm tarixi Hicri 208-ci il, Tarixul Yaqubi kitabının müəllifi, doğum yeri Bağdad, İran mənşəli ailədən gəlir. İmami Şiəliyin imamət və mehdilik nəzəriyyələrinin əsaslarını tərtib etmiş ilk kəlamçılar bunlardır və onlar da Fars əsilli olmuş, miladi 10-cu əsrdə yaşamışlar. İbn Məmluq Əl-İsfahanlı, Həsən ibn Musa Ən-Növbəxti, Əbu Səhl Ən-Növbəxti, İbn Qübbə Ər-Razi. Göründüyü kimi təfsir, hədis, rical, tarix, fiqh sahələrindəki böyük şiə alimlərinin demək olar ki, hamısı İran mənşəli olmuş və ya İran coğrafiyası ilə əlaqəli olmuşlar. İstər keçmişdə olsun, istər müasir dövrümüzdə İmami şiə alimləri adətən dar çevrədən, bəlli ailələrdən və İran-İraq coğrafiyasından çıxmışlar.